Birinci balıq festivalı bizim rayonumuz üçün xeyirli uğurlu olsun. Balığı Neftçalada yerlər. Sağ olun. Neftçala rayonunda ilk dəfə olaraq balıq festivalı keçirilib. Festival Bayraq meydanında baş tutub. Çıxış edənlər Neftçalanın turizmi və iqtisadi potensialının tanınmasına verdiyi töhfəni vurğulayıblar. Ziyarətçilər gün ərzində balıq və aqrar məhsullarının sərgisinə baxıb, balıqçılıq üzrə canlı təqdimatlara qatılıb, rəssamların əl işləri və yaradıcı gülşələrlə tanış olublar. Balığı Neftçalada yeyərlər devizi altında kulinariya zonalarında isə müxtəlif mətbəx nümunələri təqdim edilib. Ustad dərslərində sağlam qidalanma və balığın düzgün bişirilmə qaydaları haqqında məlumat verilib. Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və 10.170 ədəd balıq körpəsinin suya buraxılması festivalın ən yadda qalan hissələrindən olub. Festivalda müxtəlif konsert proqramları da təqdim edilib. Qeyd edək ki, ilk balıq festivalında ümumilikdə 1500 kiloqram Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının balıq məhsulları, eləcə də 42 növ digər aqrar məhsullar satışa çıxarılıb.